Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkindir. Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Hamıya bol şans, uğurlar arzulayıram əvvəla və həftə içi Avropa səhnəsindəki oyunlar azalıb. Biz artıq YouTube analizləri şənbə bazar çəkirik. Bəzi liqalarda artıq bitir, yekunlaşmaq üzrədir. Bugün səhər tezdən bizim VIP qrupa da yazdım. VIP qrupun nömrəsi bu arada aşağıdadır. Telegramın da linki aşağıdadır. Telegramdakı dünənki o Time 2 oyun 1-i dəyərləndirən hər kəsi bu arada təbrik edirəm. Güvəndiyim bir seçim idi. Bilirsiniz ki, mən güvənməsəm onu vermərəm. Hər oyuna Time 2 oyun 1, Time 1 oyun 2 də demirik. Nadir hallarda olur. Və hətta dünən bizim bu Ruziyə dedim ki, abi, keçən həftə Shelbourne gözləyirdim oynayacaq. Acun'un komandasıdır, bilirsiniz. Başında da Damien Duff, Chelsea əfsanəsi, İrlandiya futbolunda Roy 2-dən sonra iz qoyan ikinci mənə görə, yəqin siz də razılaşarsınız oyuncu. Deməli, dedim ki, Ruzi, keçən dəfə Shelbourne qaytara bilmədi oyunu, bu dəfə məncə qaytaracaq. Time'da bu komanda startda buraxır, sonra qaytaracaq oyunu. Və belə. Bugün VIP qrupa da yazdım, saytımızın da linki aşağıdadır, onu da söz açılmışkən portfolyomuzu sadaladıqca deyim. Dünən bu arada, indi aşağıda çalışacağım, bundan sonra o linklərimizi də yerləşdirir. Məsələn, bizim Vaqif var, Beton kanalının admini. O kanal da mənə məxsusdur, Vaqif işlədir. Güvəndiyim bir qardaşımızdır. Dragon kanalı var, o da Cavid işlədir. O da adam balalarıdır da, belə deyək, yaxşı insanlardır. Güvəndiyim gənc qardaşlarımızdır. Vaqif də Citadella Bari oyununda Time 2 oyun 1 vermişdi, ikisini sıxırdı. Belə, bugün VIP qrupa da yazdım ki, dostlar, proqram açığı xoşuma gəlmir. Hər şey əla görsənə bilər. Proqram xoşuma gəlmir, niyəsini deyəcəm. Bəzi oyunlarda belə həll olunmuş oyunlarda əslində heç bir əhəmiyyət daşımayan oyunlardır. Bunun yaxşı tərəfi də var, pis tərəfi də var. Yaxşı tərəfi odur ki, biz həmişə nə deyirik? Rahat oyundur, bol qollu ola bilər və s. və ilaxır. Digər tərəfdən, məsələn, başqa bir tərəf var da, hər bir medalın ikinci yüzü olduğu kimi, o oyunlar heç nə həll etmir deyə komandalar sadəcə top dığırlaya bilərlər. Məsələn, bu tərəf. Bəzi komandaların da analizində çox önəmli bir, o türk şeflərinin dediyi kimi, o aşpazların dediyi kimi bir püf nöqtə var. O da nədir? Mən 2 həftə bundan qabaq demişdim ki, München-Gladbach'ın hətta Avropa Liqası şansı var idi. Bu München-Gladbach'ın Avropa Liqası şansı var idi. Konfransı garantiləyə bilərdi. Dedim ki, bu komandalar o cür liqaları önəmsəmir. Nəticəni gördünüz. Belə, məncə ölüm-qalım mübarizəsi aparan komandaları yapışmaq yaxşıdır. Avropa Liqasına, Konfrans Liqasına getməyə hədəfləyənləri yox. Çempionlar Liqası başqa bir səviyyədə, o heç. Əl-qərəz, yəni sözümün canı budur. Sürətli şəkildə yavaş-yavaş başlayaq dostlar. İcazənizlə hamıya bol şans, uğurlar. Demək istədiyim bunlar idi. Məsələn, İngiltərə Liqasına siz nəzər salsaz, artıq başa düşəcəksiniz ki, orada bəzi oyunlar həddindən artıq. Məsələn, Wolverhampton Brighton'dan oynayır. Fulham Everton'u qəbul edir. Nə həll edir oyunlar? Liqada qalmağı garantiləyən o komandalardır. Məsələn, Wolverhampton'da kimsə deyə bilər ki, abi həmişə deyəsən, axı bəs vitrin oyunu. Qardaş, vitrin oyunu deyəndə ki, Mateus Cunha United'da da artıq bunu hamı bilir. Kimin üçün vitrin? Ola bilər, vitrin də ola bilər. Məncə sabah daha yaxşı oyunlar var. Sürətli şəkildə başlayırıq dostlar. Metrikalarımız saytda yerləşdirilib, statistikalar yerləşdirilib. Dünən Rayo Vallecano'nun oyunu qol-qol olsaydı nə xoş mənə gələrdi. Təəssüf Las Palmas vura bilmədi. Amma ardıcıl şəkildə yavaş-yavaş gedəcəyik. Deməli, Valencia-Getafe oyununun, bir də Como Cagliari oyununun deməli, statistikası saytda yerləşdirilib. Yeni izləyicilər var. Məsələn, onlar deyə bilər ki, məsələn də indi Como Cagliari. Şəxsi görüşlərindən 7-sindən 6-sı qol-qol olub. Bunu biz də bildik də. Bunu köhnədən biz izləyənlər, artıq illərdir, 3-4 ildir biz izləyənlər bilir ki, bu nə əhəmiyyət kəsb edir. Milyon metrikanın içindən bunu çıxardıblar bizim üçün. Mən də onun içindən paylaşıram. Getdik. Dostlar, Holstein Kiel Freiburg oyunu var. Çox maraqlı bir oyundur. Baxın, heç nə atlatmadım. Yox. Holstein Kiel Freiburg oyununda bunun da saytımıza yerləşdirmişəm metrikasını. Oyun xoşuma gəldi, nəyə görə sizə deyəcəm. Məncə bu oyunda qol-qol olacaq, hətta oyun bir-birə də razılaşmaz. Holstein Kiel bir-birə razılaşarmır, Freiburg kimi rəqibdən bir xalı qopartmaq yaxşı bir şeydir. Holstein Kiel deməli, play-out oynaya bilər. Ona görə də
İndi Bundesliga 2-dən kim gələcək? 3-cü yerdəki komanda ilə oynaya bilər. Ona görə də bu Holstein Kiel artıq neçə həftədə izah edirəm ki, dostlar, varını, yoxunu ortaya qoyan bir komanda halına çevrilib. Freiburg isə Çempionlar Liqasını betonlamaq istəyir, ora getmək istəyir uzun illər sonra. Ona görə də bu Freiburgun ki, belə bir statistikası var. Debütantlarla 7 səfər oyunundan 6-sında bu komanda uda bilməyib. Bu 1.43 gol məncə gələ bilər. Ağlınıza batarsın. Union Berlin Heidenheim oyunundan isə Union Berlinin rahatlığından dolayı. Bu komanda üçün artıq oyuncuları üçün vitrin oyunu ola bilər. Bu nəyə görə? İndi bugün Bundesliga-da elə bir oyunlar var ki, məncə elə tam vitrin oyunu da əslində bu ola bilər. Çünki Heidenheim-da qurtulmaq istəyir. Saman çöpündən yapışan o batan şəxsə oxşuyurlar. Ona görə də məncə burada şok bir Union Berlin qolu ilə başlaya bilər. Bu canlı ssenarisi ola bilər. Heidenheim-da sonra görək hansı reaksiyanı verəcək. Bir qəliz oyun kimi gəldi mənə. Union Berlin neçə həftədə deyirəm ki, həddindən artıq üst oynayır. Biraz ehtiyat edilən bu oyundan. Sonra Werder oynayır Leipzig'dən. Bu oyun mənə çox maraqlıdır. Dünənki oxşadıram bu oyunu. Wolfsburg-Hoffenheim oyununa oxşuram. Werder hansı beynindən çıxacaq? Bu oyuna mənə o maraqlıdır. Werder evində pis deyil, amma səfərdə daha yaxşıdır. Bunu hər dəfə deyirəm. Leipzig burada artıq məncə full paket açılacaq. Full paket açılacaq. Çatacaq bir oyun oynayacaqlar məncə. Bu oyuna ən azı 2-2 yaraşar. Necə oynayırlar Allah işlərini avand eləsin. Məncə bu oyunda biz dostlar bol qollu bir qarşılaşma görə bilərik. Qol 2-5 üstlə. Hər dəfə burada analizlərdə deyirəm ki, üst, amma necə üst? Məsələn, hər dəfə deyirəm Hoffenheim'ın time'da vuracağı top keçən dəfə dediyim 2 qolu mənim üçün önəmlidir. Hələ üstə getsə, mən burada çıxıb deyərəm ki, qardaş, yaxud da ki, məni izləyən adam deyər ki, aferin qardaş. Yəni üstü sallamır. Deyir kimin üstü belə deyək də qolları ilə üstə gedəcək. Bu daha gözəl analizlərdir, razılaşın. Bayaq dediyim məsələyə qayıdıram. Wolverhampton Brighton'dan oynayır dostlar. Məncə bu oyunda biz qol görəcəyik. Hərçənd Brighton bəzən məni yanıldır. Rahat bir oyun olacaq. Bax, Brighton'ın rəhbəri hər oyuna vitrin kimi baxır əslində. Wolverhampton rəhbərinin başqa bir klubu var deyə İsveçrədə. O arxa bağçasında oradan gətirirlər, buradan yetişdirib partladırlar və s. və axır. Daha doğrusu orada fundamenti qoyub, burada yetişdirib daha bahalı satırlar. Məncə biz burada bu oyunun bir-biri var mənə görə. Rahatlığından dolayı, hücum futbol beynindən dolayı bu oyunun qol var mənə görə. Razılaşmırsınızsa, mən burada sizin üçün Southampton City oyununu izah eləmirəm ki, düzdür. Çünki bizim əfsanəvi söhbətimiz var da, Pepə zəng. Dəfələrlə demişəm, dəfələrdə olub. Pep, 2 bəsdir. 2 topla nə açılıb? 1.19. Vəsə, hamı da üst oynayır, gəlmir. Bugünə aid deyil ha o. Xoşum gəlmir. Açıq-aşkar outsider'dan oynayır. Yəni, liqadan düşmüş bir Southampton'dan oynayır. Normalı nədir? Southampton oyuncuları üçün bu vitrin oyunudur. O Kemalettin var ya orada. Hər dəfə adını çəkirəm. Uçur. Gromberg oynayar mı yoxsa Bodon keçmiş oyuncusu. Amma Diblingə fantastik pul istəyirlər. Heç kim vermir o pulu. 80 milyon yazıblar offerda. O da üstənmirlər. Yəni 80 milyon deyirlər Southampton oyuncusu üçün çoxdur. Belə. Sonra Valbek Herrenven oyunu var Hollandiyada. Mənə görə bu bol qollu bir qarşılaşma ola bilər. İplərin qopduğu bir oyun ola bilər. Ağlınıza batırsa götürə bilərsiniz. 2-500 ortalığa. Sonra mən burada liqalar üzrə yazmışam deyə mənim biraz çətindir. Gedirəm Bavariya München Gladbach oyununa. Əvvəla bir şey deyim ki, bugün Bavariya məzlumun yanındayıq. Bavariya çempiondur. Bundesliga trofeyini Allianz Arena'da bugün qaldıracaq oyundan sonra bu bir şou olacaq. Məncə bu 1+3-5 üst ola bilər. Amma Gladbach'ın qolu ilə. Deməli, Gerard Seoane, Gladbach'ın baş məşqçisi, indiyə qədər ən çox qarşılaşdığı rəqib Bavariyadır və hamısında heç birində indiyə qədər udmayıb. Amma necə udmayıb? Bu 1-0 da əslində Bavariyanı bəs eləyə bilər də, kimsə deyə bilər. 2-0 da bəs eləyə bilər, çünki 2-0'ın da heç əmsalı yoxdur. Məncə bu oyun qopa bilər dostlar və time'dan çıldıra bilər oyun. Bavariya öz oyununu oynasa. Gladbach'da səfərdə necə oynayır biz bilirik. Gladbach qapana bilmir. Nə qədər qapanacaq, necə qapanacaq. Ona görə də mən burada, xüsusilə də mən burada bir qəşəng bir uzaq zərbə ilə, gözəl bir uzaq 9'luğa bir qol gözləyirəm. Məsələn, oyunu beynində oynayırsan da, tak pas taşdılar, Goretzka çıxartdı, Kimmich fırlatdı 9'a, super qollarla, coşsun, publika coşsun.
İstəyim odur, azarkeş olaraq. Baxacam, çempionluq oyunudur, baxacam. 3-1-i var bu oyunun hardasa, mənə görə. Razılaşmaya bilərsiniz. Ona görə də 1 plus gol oynamaq olar. Heç inanmıram, onun da əmsal olsun. Baba yoxu da buraxır ki. Belə. Sonra Aston Villa Bournemouth səfərindədir. Burada artıq Aston Villa Çempionlar Liqasına düşməlidir. Bu komanda o Çempionlar Liqasına yaraşar. Ona görə də mən burada gol var bu oyunun Bournemouth'un oyunundan dolayı. Amma bu oyun mənə 2 plus gol kimi gəlir. Çünki Aston Villanı artıq mən burada belə oynadıqca, Bournemouth da yaxşı komandadır. Belə oynadıqca Aston Villa, mən onları tərifləməyə davam edəcəm. Aston Villanın 2 qolu ilə bu üstə gol üstə gedən bir oyun olacaq mənə görə. Razılaşmaya bilərsiniz. Təmkinli oynayar. Unai Emery ki, 3 xalımızı götürək. Çünki rəqib Avropada ən çox pres eləyən komandalardan biridir. O siyahı məndə var. O metrikaları daim izləyirəm. Ən çox pres eləyən komandalardan biridir. Təmkinli bir oyuna üstünlük verərsə, o başqa məsələ artıq. Paralel bizdə Benfica Sporting oynayır. Bu, bilirəm ki, artıq səhərdən, dünən axşamdan mesajlar gəlir. Məncə, şəxsi düşüncəmdir. Daha dinamik Sporting, Estadio da Luz'da üstünə gələn, bunların bizdə xalları bərabərdir. Faktiki olaraq çempionun təyin olunduğu bir oyundur. Müəyyən olunduğu bir oyun olacaq. Sporting, burada əks hücumlardan Benfica'nı cəzalandıra bilər. Benfica'nın ümumi komanda olaraq müdafiəsi xüsusilə mənə görə yaşlı və daha az çevikdir, daha atletik olan, daha klas olan Sporting'in hər 3 xətti burada öz sözünü deyəcək. Gol olarmı? Olar bəlkə də. Amma mən burada məncə Sporting uduzmayacaq dostlar. Ən azı uduzmayacaq. Sportingdən hətta qələbə gözləyirəm. İstəyim də odur. Çox böyük bir simpatiyam var o komandaya. Belə. Sonra deməli Lugano Basel oyunundan dostlar. Bu çox qəribə bir oyundur bu. Basel'də çempiondur artıq, həddindən artıq da üst oynayır, falan, beşməkan, amma məncə burada, hətta belə bir şey deyim, Lugano'nun 2 topu ilə üstə gedə bilər bu oyun, 3-5 üstə gedə bilər hətta oyun. Ağlınıza batmırsa dəyməyin, amma mən bu oyunu, yenə də məncə bu seriya davam edəcək, bu qollu bir oyun görəcək biz burada. Hərçənd həddindən artıq bu üst oynayan, məsələn o Hoffenheim'da dünəndə VIP qrupa yazdım ki, təkli 3-5 üst, 2-14 yoxsa 2-17 əmsal idi, amma altına bir şey yazdım ki, abilər, istəyirsiniz çox da böyük bir məbləğ qoymayın, yəni çünki Hoffenheim dalbadal 6 plus, 5 plus belə oynadı, dedim amma normalı budur ya bu oyunun. Və Wolfsburg yenə udmadı bu arada. İndi burada da məsələn Basel həddindən artıq üst oynayır, amma məncə bu gündə bir 3-5 üst falan belə bir oyun görə bilərik biz burada. Trabzonspor Galatasaray. Galatasarayın 2 topu. Burada oyunu beynimdə necə oynadım? Yəni bu birincisi kubok oyununun finalının bir simulyasiyası olacaq məncə, bir testi olacaq. Burada özümə belə oyunlarda həmişə özümə belə bir sual verirəm. Məsələn Benfica'nın oyununda da özümə o sual verdim. Daha motivasiyası çox olan kimdir burada? Razılaşın ki, hamı birinci Galatasaray deyə bilər, okey, amma bir durun. Burada daha çox motivasiyası olan Fatih Təkkədir. Trabzonu demirəm, Fatih Təkkədir. Çünki bu şəhər mənim, bu klub benim, nə bilim, Bağdadda Kör Xəlifə, burada da mən və s. və axır, yaxşı mənada təbii ki, Fatih Təkkə çox yaxşı məşqçi ola bilər. Ona görə də burada evində, sırf Trabzon evindədir deyə, məncə Galatasaray sırf ona görə. Məsələn, bu oyun Rams Parkda olsaydı, mən biraz Trabzon bəlkə də qolumu götürüb çəkilərdim qırağa, qol oynardım. Amma burada mən Galatasarayın 2 topuna gedirəm. Nəyə görə? Çünki Trabzon gəlməyə məcburdur. Gəlməyə məcburdur, oynamağa məcburdur. Trabzon həm də bir ev komandasıdır, bunu da unutmayaq. Təkkə yaxşı hücum futbol oynadır. Galatasaray da Mayıslar bizimdir deyib, ikisini vuracaq və orada Jose Mourinho, hadi gülüm, eyvallah. Ondan sonra 5-ci ulduzu bilirsiniz də artıq deaktiv ediblər hələ ki, amma aktivləşəcək. Paroldayacaq o binanın üstündə. Sonra, Mechelen standart Lej oyundan da gol gözləyirəm və keçirəm. Fransadan 2-cədən oyun seçmişəm. Amma təbii ki, Girona Villarreal oyunu da mənə çox qollu oyun kimi gəlir dostlar. Bax, altın cızıram burada, çox qollu oyun kimi gəlir.
Çünki Girona artıq garantiləməlidir. Villarreal da Çempionlar Liqasına düşməyi hədəfləyir. Garantiləmək istəyir. Ona görə də heç bir oyunu buraxmayacaq burada, məncə. Belə. Və keçirəm Fransaya. Fransadan cəmi 2 dənə oyun seçdim. Mən deyirəm ki, dostlar, Strasbourg bugün qələbə. Məncə o komanda Çempionlar Liqasına çox yaraşar. Liam Rosenyor'la davam eləsin. Onun haqqında Telegramda yazmışdım. Öz səhifəmdə də, kanalımda da, yəni TikTokda da paylaşım eləyəcəm bununla bağlı qısaca. Məncə Strasbourg udacaq. Udmalıdır. Yaxşı komandadır Strasbourg həqiqətən də. Monaco-Lyon oyunundan da belə bir şey gözləyirəm. Bu ssenarini yazaq, canlıdan kimsə dəyərləndirə bilər, istəsə. Məncə, sırf Lyondur deyə, bunların ikisi də xal lazımdır, bilirsiniz. Lyondur deyə, Monaco time'da vuracaq. Ciddiyə alıb vuracaq, çünki Lyon yaxşı komandadır. Bu Anje falan deyil də, gəl burada oynayarıq, yaxşı. Orada da milyarderlər oturub əlində şampan. Hə də vurun da, belə. Heç qol vuranda da sevinmirlər, Milyarder necə sevinsin, nə olacaq? Kimsən ki, Embolo kimdir ki, mən onun qoluna sevinim? Bu beyində, kazinodan çıxan milyarderlərdir də. Deməli, o məsələn, gülər, onlar sevinərlər şeyə, Tesla'nın sahibi Elon Musk bir zarafat eləyər, onlar da gülər, sevinər, belə də, özündən varlılara. Deməli, gör hara yeyib çıxdığı. Məncə, Monaco time'da vurar, vurmalıdır. Bu Lyon'a da vur zəhmət olmasa da, bu Lyon'a kimlər vurmayıb. Amma Lyon özü, birinci hissədən biraz belə deyək də, Lyon bəlkə də vurmaz, ikinci hissədə Lyon'un qolunu gözləyirəm. Seçimin Monaco time'da vurar. Başqa da heç seçim olmayacaq burada. Çünki qol-qolu nədə oynayın, özünüz baxın, üstünə də oynayın. İndi çox az olar da, mən belə təxmin edirəm. Mən çox açıqlarsa oynayın. Amma mən burada Monaco'dan time'da qol gözləyirəm. Lyon məncə özü ən çox qol ikinci hissə. Niyəsini də saytda qoymuşam, ağlıma batdı. Reims Saint-Étienne oyunundan da, Saint-Étienne'in oyunundan dolayı. Reims'in rahatlığından dolayı, bir də Reims bax, bu da Reims potensial vitrin oyunlarına çıxır həmişə. Satışa meyilli komandadır. 2-5 üst gözləyirəm. Məndən bu qədər dostlar. Hə, Atletico Madrid Real Sociedad oyununda deməyəcəkdim, amma deyəcəm. Sociedad Atletico Madrid time'da vurar. Oyunu da 2-1 olaraq belə bir şey görürəm. İkincisi də gol falan belə. Atletico Madrid time'da vurar. Sociedad'ın presindən dolayı. Bəzi metrikaları var, komandalar haqqında məlumatları önə çıxardır. Çünki Sociedad burada məncə daha çox gəlməyə çalışacaq hücum gücünə hesabına. Deməli, Atletico Madridin də keçid oyunlarını biz çox yaxşı bilirik. Cinahdan ara ötürmələri və paslar, prastrel deyirik də biz ona. Və Atletico Madrid 1-0. Golazo de, nə bilim, kim olsun, atıram. Julian Alvarez, Charlotte. Gallagher arxadan gəlib problem. Belə, yəni oyunun bir 2-1 olaraq görürüm haradasa. Məndən bu qədər dostlar. Allaha əmanət olun, uğurlar. Özünüzə yaxşı baxın. Nə yaxşı ki varsınız.